İngiltərə mövzusunun izahına. İngiltərə 9-cu əsrdə, əsrin sonlarında İngiltərədə vahid krallıq yarandı. Mən bu dövlətin necə oldu ki, mərkəzləşmiş dövlət yaradıldı? Bax, bundan danışacağım. Biz bilirik ki, Normanlar İngiltərə ərazisində yaşayanlar idi və bu Normanlar Fransa ərazisinə getmiş və Fransa krallığı icazə vermişdir ki, onlar gördüyünüz, baxın, bu ərazidə məskunlaşsınlar və Normanlar Fransa ərazisində məskunlaşırlar şimalında və məskunlaşdığı ərazini də Normandiya adlandırırlar. Və bir müddətdən sonra bu Normandiya ərazisində məskunlaşan Normanlar eşidir ki, İngiltərədə taxt uğrunda mübarizə başlayır və bu zaman Normandiya hersoqu 1-ci Vilhelm də öz namizədliyini irəli sürür və yaxud da taxt iddiasına keçir. Yəni taxt iddiası olur onda, taxta olan iddiasına görə İngiltərə ərazisinə hücum edir. Və İngiltərə ərazisinə hücum edən 1-ci Vilhelm Londonu mühasirəyə alır. Londonu da orada, baxın, bu hissəni mühasirəyə alır və 1066-cı ildə Hastings döyüşü olur. Yeri gəlmişkən 1066-cı ildə İngiltərə ərazisində Hastings döyüşü olanda Azərbaycan tarixində hansı dövlət idi ki, o dövlət Səlcuqlar, Şirvanşahlar Səlcuqlara birləşdi. Bəli, Şirvanşahlar Səlcuqlardan asılılığı qəbul edir, daxili müstəqilliyi də qorunub saxlanılır. Bəli, baxın, bu Hastings döyüşünün nəticəsində Fransanın Normandiya ərazisindən gedən Normanlar İngiltərə ərazisini mühasirəyə alaraq qalib gəlməyi bacarır və 1-ci Vilhelm İngiltərə taxtına oturur. Neçənci ildə? 1066-cı ildə Hastings döyüşündən sonra və ən nəhayətində biz belə bir nəticəyə gəlirik. İngiltərə elə 11-ci əsrdə mərkəzləşmiş dövlət idi. Amma Fransada gördünüzmü? Fransanın birləşdirilməsi 11-ci əsrin, daha sonra 12-ci əsrin sonunda başlamış, 15-ci əsrin sonunda başa çatmışdı. Bayaq sizdən razılaşdıq. Baxın, Fransanın birləşdirilməsi 15-ci əsrin sonunda başa çatdığı vaxtda İngiltərədə bu proses daha tez baş vermişdir. Yəni İngiltərənin birləşdirilməsi, daha sonra mərkəzləşdirilməsi neçənci əsrdə olacaqdı? 11-ci əsrdə. Belə, Fransanın mərkəzləşdirilməsi oldu 15-ci əsrin sonu, İngiltərə mərkəzləşmiş dövlətə çevrilməsi məhz 11-ci əsrdir. Yəni, Vilhelmin İngiltərəni ələ keçirdiyi vaxt 1066-cı ili əsrə çevirir və 11-ci əsr götürür. Yaxşı, 1-ci Vilhelm İngiltərədə taxtı ələ keçirdi. Bəs o daxildə hansı siyasəti həyata keçirdi? Gəlin buna diqqət yetirək. Məsələn, biz Fransa ərazisində müəyyən boşluqların olduğunu gördük. Yadınızdadırmı? Fransa ərazisini oxuyanda gördük ki, ilk əvvəl kralın sözü keçmirdi. Yadınızdadırmı? Hər bir hersoqların, qrafların özünün xüsusi mülkləri var idi. Həmin mülkləri idarə edir və mərkəzə tabe olmaq istəmirdilər. Orada hersoqdur, qraflardır, özlərinin xüsusi mülkləri var və onlar mərkəzə tabe olmaq istəmir. İngiltərədə 1-ci Vilhelm bu məsələdə olduqca diqqətli olur və deyir ki, zadəganları özündən asılı vəziyyətə çevirir. Zadəganlar İngiltərənin yeganə hökmdarı kimi 1-ci Vilhelmə sadiqlik andı içməyədir məcbur oldular. Və bundan sonra İngiltərə əhalisini 1-ci Vilhelm siyahıya alınmağa başladı. İngiltərədə bu siyahıya alınma Roma dövründən sonra Avropada ilk siyahıya alınma sayılır. Baxın, Roma dövründən sonra ilk siyahıya alınma sayılır. Yəni, axırıncı Roma dövründə olmuşdur. Roma dövründən sonra İngiltərədə siyahıya alınma həyata keçirilir. Bu siyahıya alınmada 1-ci Vilhelm tərəfindən həyata keçirilir. 1-ci Vilhelm əhalini siyahıya aldı. Yaxşı, bundan razılaşdıq. Hətta bu siyahıya alınmanı bilirsinizmi necə adlandırırdılar? Qiyamət kitabı adlandırırdılar. Çünki əvvəl azad olan şəxslər indi təhkimli vəziyyətə çevrilmişdir. Və yaxud da azad olanlar belə və tutaq ki, 3-5 azad adam var idisə, onlar da təhkimli vəziyyətinə salındı. Yəni, İngilis kəndlərinin təhkimli vəziyyətə salınması əlbəttə ki, 1-ci Vilhelm siyasətinin ağır nəticəsidir. Ardınca biz deyirik ki, 12-ci əsrə gələcəyik. 12-ci əsrdə, 11-ci əsrdə kimdən danışdıq? 1-ci Vilhelm. 1-ci Vilhelm İngiltərənin Pərvin xanım neçənci illərə keçirdi? 1066. Bəli. Mərkəzləşmiş dövlət İngiltərədə neçənci əsrdə yarandı?
11-ci əsrdə. Bəs Fransada neçənci əsr idi? 15-ci əsrdə başa çatdı. Bəli, doğru. İndi İngiltərə ilə Fransanın fərqini bildik. Deyirik ki, Normandiyadan gedənlər idi. Normandiya harda hansı dövlətin ərazisində yaranmışdı? Normandiya. Fransada. Bəli, doğru. İndi əzim, gəlirik Nilüfər 12-ci əsrə. 12-ci əsrdə hakimiyyətdə olan hökmdar 2-ci Henrixdən danışacağıq. 2-ci Henrixin islahatlarını yadda saxlayırıq. 2-ci Henrix hansı sayda islahatlar keçiribdir? Yadda saxlayırıq. Hərbi sahədə islahat keçirib, kilsədə islahat keçirib, bir də hərbi, kilsə, bir dənəsində unutduq. Deməli, bu da olacaqdır məhkəmə sahəsində keçirilən islahat. Burada gəlin biz ilk öncə danışaq hərbi sahəsində keçirilən islahata. Hərbi sahədə keçirilən islahatda deyir ki, bəs bu hər bir azad adam əmlaka uyğun müəyyən silaha malik olmalı və kralın çağırışı ilə yürüşdə iştirak etməlidir. Sonra deyir ki, feodallar əgər hərbi xidmətdə, tutaq ki, döyüşdə iştirak etmək istəmirdilərsə, bu zaman feodal krala qalxan pulu verməlidir. Yəni, əgər feodal döyüşdə iştirak eləmək istəmirsə və yaxud da bu xidməti yerinə yetirmək istəmirsə, əvəzinə krala verməlidir vergi. Həmin vergi də adlandı qalxan pulu. Həmin yığılan qalxan pulunun hesabına da kral özü xüsusi muzlu qoşun yaradırdı. Çünki xüsusi muzlu qoşun daha yaxşı vuruşurdu. Nəyə görə yaxşı vuruşur? Çünki o vuruşduğuna görə pul alırdı. Buna görə, baxın, bu qalxan pulu tətbiq edilmişdi. Həm də kralın artıq baron qoşunundan asılılığı da azaldılmış olur. Bax, bu da çox maraqlı 2-ci Henrixin, belə deyək, hərbi islahatıdır. Digər gəlirik hərbi islahatdan sonra məhkəmə islahatına gəlirik. Deyirik ki, məhkəmədə nəzərdə tutulur ki, bütün İngiltərə üçün vahid kral məhkəməsi yaranır və kral məhkəməsinin səlahiyyətləri artırılır və hər bir İngiltərə vətəndaşı məhkəməyə müraciət edə bilir və bu məhkəmələr də olduqca ədalətli idi. Və unutmayaq ki, məhz bu 12-ci əsrdə 2-ci Henrixin hakimiyyəti dövründə yaradılıbdır Antlı İcraçılar Məhkəməsi və çox ədalətli məhkəmə idi. Antlı İcraçılar Məhkəməsi nə vaxt İngiltərədə yarandı deyəndə deyirik ki, 12-ci əsrdə yaranmışdı. İndi gəlirik 2-ci Henrixin kilsə islahatında. Nə istəyir 2-ci Henrix? 2-ci Henrix istəyirdi ki, kilsə dövlətə tabe olsun. Amma bu, ümumiyyətlə, çox ağır bir cümlə idi. Həmin dövrdə biz papanın gücünü, qüdrətini bilirik də, elə deyilmi? Hətta papanın vassal asılılığında olan ölkələr var. Və bu söz, bu cümlə 2-ci Henrixdən sonraki hökmdarlar üçün çox ağır başa gələcəkdir. Yəni, baxaq görək necə ağır başa gəlir. Deyir ki, 12-ci yüzilliyin əvvəlində artıq kral və Roma papası arasında müəyyən münaqişələr baş verdi. Bu münaqişənin səbəbləri nədir ümumiyyətlə? Deyir ki, münaqişənin əsas səbəbləri İngiltərənin Fransa ilə apardığı müharibələr böyük vəsait tələb etdiyi üçün, baxın, böyük vəsait tələb etdiyi üçün kral tez-tez feodallardan, kilsədən və əhalidən alınan vergiləri artırırdı. Deməli, bu kilsədən alınan vergilərin artırılması 12-ci əsrdə, daha sonra 13-cü əsrin əvvəlində kral və Roma papası arasında münaqişə ilə nəticələnir. Və bu zaman bilirsinizmi papa nə deyir? Axırda papa bezir, deyir ki, mən səni lənətləyəcəm. Krala deyir ki, mən səni lənətləyəcəm. Və onun, papa İngiltərə kralının taxtacdan məhrum edilməsi haqqında fərman verir. Fərman verəndə bu fərmandan artıq hökmdar kral qorxur. Və kral qorxur və bundan artıq kral müəyyən qədər ehtiyat eləməyə başlayır və onun ehtiyat elədiyini, qorxduğunu görən cəngavərlər, feodallar, şəhərlər bundan istifadə edirlər. Və istifadə edib ona qarşı üsyana başlayırlar. Və üsyan baş verəndə o üsyançıların tələbini qorxaraq tez qəbul edir. Və bu tələbi və sənəd imzaladırlar. Ona hətta şəkli də var, sənəd imzalayan şəkli kitabda da göstərilir.
1215-ci ildə Böyük Azadlıqlar Xartiyası adlı sənədi imzalayır. Həmin Böyük Azadlıqlar Xartiyasında baxın iri feodalların hüquqları genişlənir, yəni iri feodallara geniş hüquqlar verilir. Cəngavərlərə, şəhərlilərə isə məhdud hüquqlar verilir. Bax, buna diqqətli olaq. Diqqətli olaq bu məsələdə. Kral deyir, vassallarından və təbələrindən müəyyən etdiyindən artıq əlavə vergi ala bilməzdi. Bax, bu da Azadlıqlar Xartiyasında. Deməli, Azadlıqlar Xartiyasında kimin hüquqları genişləndirilir? İri feodalların. Bəs kimlərə məhdud hüquqlar verilir? Varlı şəhərlilərə və deyirik ki, cəngavərlərə məhdud hüquqlar verilmiş olur. Və bunun da ardınca, bax, bu Böyük Azadlıqlar Xartiyası gələcəkdə parlamentin yaradılması üçün bir təkan olur. Və bu bir təkan olur və 1265-ci ildə parlament yaranır. Bu ilk yaranan İngiltərə tarixində ilk dəfə parlamentin yaranması 1265-dir. Bu parlamentin də tərkib hissəsinə təmsil olunur iri feodallar, ruhanilər, cəngavərlər və şəhərlilər. Bunu unutmayaq. İndi sual olunur. Müəllim, bu parlamentin işi nədən ibarətdir? Parlamentin işi vergi təyin etmək hüququ ondadır. Yəni artıq parlament yarandıqdan sonra vergi təyin etmək hüququ var. Bir də qanunların 14-cü əsrdə parlament qanunların verilməsində iştirak etmək hüququ var. Baxın, vergi ilə qanun sözünü yadda saxlayın. Vergi təyin edən parlamentdə artıq parlamentə qədər kral idi. Vergi təyin edən parlamentdir, qanunların verilməsində də iştirak edən yenə parlamentdir. 100 illik müharibənin gedişində Fransada baş verən müharibə hansı müharibə olmuşdu? Deyin görüm hansı müharibə idi? Fransada. Kəndli müharibəsi. Neçənci ildə idi Jaklar üsyanı? Jaklar üsyanı 58-də. 1358-də. 1358-ci ildə. 1358. Bəli, İngiltərədə isə 1381-ci ildədir. Baxın, bu da 100 illik müharibənin gedişində baş vermişdi. 100 illik müharibənin gedişində baş verən bu müharibəyə başçılıq edir İngiltərədə Wat Tylerin başçılığı kəndli üsyanı baş verir. Kəndli üsyanının səbəbləri həmişə demək olar ki, çox vaxt eynidir. Elə deyilmi? Həmişə oxşarca səbəblər nə olur? Vergilərin artırılması, feodal zülmü, amansız qanunlar olur. Bəli, üsyanlar tarixdə %99% yatırılır, 1% qalib gələn üsyanlar və yaxud da hərəkatlar görmüşük. İndi bu Wat Tyler üsyanı da, bəli, deyirik ki, üsyan hilə ilə və kral hilə və xəyanətə əl ataraq yatırmışdır. Amma bizə həmişə deyirik, üsyan yatırılır, bizə nə lazımdır? Üsyanın müsbət nəticəsi yoxsa mənfi nəticəsi olub, o lazımdır. Deyirik ki, Wat Tyler üsyanında vergilər bir qədər azaldıldı, amansız qanunlar neynədir? Amansız qanunlar da yumşaldıldı. Bax, buna diqqətli saxlayırıq. İndi gəlirik bu Al-Qızılgül və Ağ-Qızılgül müharibələrinə. Bunu da deyim, ondan sonra artıq yekunlaşdırıram. Al-Qızılgül və Ağ-Qızılgül müharibələr daxildə gedən müharibədir. İki feodal qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə olub. Al-Qızılgül və Ağ-Qızılgül müharibələri 1455-1485-ci ili əhatə edir. Axırda qalib gələn İngiltərədə yeni bir sülalə qalib gəlir. Tudorlar sülaləsi hakimiyyətə gəlir. Tudorlar 1485-ci ildən 1603-cü ilə qədər hakimiyyətdə olacaqdır. Tudorlar sülaləsinin banisi 7-ci Henrixdir. 7-ci Henrixlə gördüyü tədbirlər nədir deyəndə deyir ki, iri feodallara qarşı mübarizə aparmışdır. Feodalların hərbi dəstələrini ləğv edərək ara müharibələrə son qoymuşdu. Bir də deyir, zadəganlar və orta təbəqə üzərində az vergi təyin edərək onların dəstəyini qazanmışdı. Yəni, iri feodallara qarşı mübarizə aparıb, zadəganların dəstəyini qazanmaq üçün az vergi təyin edib. Bax, bu cür yadda saxlamaq olar. Və ən nəhayətində Tudorların hakimiyyəti dövründə ayrıca bir kilsə yaranır İngiltərədə. Bu da Anglikan kilsəsidir, 16-cı əsrdədir və kralın dediyini yerinə yetirən və kralın rəhbərlik etdiyi kilsə idi Anglikan kilsəsi. Və Tudorlar sülaləsinin qızıl dövrü kimin dövrüdür deyəndə deyirik ki, 1-ci Yezavetan dövrü qızıl dövr adlanır. Tudorlar sülaləsinin sonuncu nümayəndəsidir Yezaveta. Çünki Yezaveta evlənmir, evlənmədiyinə görə də onun gələcək varisi olmur.
və Tudorlar sülaləsinin sonuncu nümayəndəsi Yelizavetadır. Onun dövrü İngiltərə tarixinin qızıl dövrüdür. Qızıl dövrü ona görə deyilir ki, çünki o dəniz dövlətinə çevrildi. 1588-ci ildə İspan donanmasını məğlub edərək 1588-də dəniz dövlətinə çevrilməyi bacardı. Hökumət iqtisadi baxımdan da dövləti inkişaf elətdirdi. Proteksionizm siyasəti həyata keçirdi. Proteksionizm siyasəti nədir deyəndə, əvvəlki dərslərdə də izah eləyəndə demişəm, yerli istehsalı dəstəkləyən, xaricdən gələn məhsulları məhdudlaşdıran sistemdir proteksionizm. Bax, bunu əsas gətiririk. İspaniya ilə müharibə, dedik ki, İspaniya ilə müharibədə qalib gəldi və dünyanın ən güclü, Avropanın daha doğrusu ən güclü dövlətlərindən birinə çevrilməyi bacardı. Və İngilis koloniyası qurmaq üçün Şimali Amerikaya səfərlər də təşkil edildi. Amma koloniya 1-ci Yelizavetanın dövründə yox, baş verdi Stuartlar sülaləsinin hakimiyyəti dövründə. İlk Amerikada koloniyalar yaradıldı. Bu haqda da geniş şəkildə danışacağım.